Demək, Sweetcoin haqqında biraz məlumat verəcəm. Sweetcoin qurmağı çox sadədir. Yəni ki, istər link üzərindən keçin qeydiyyatdan, birbaşa olaraq Google Play-ə yönləndirəcək və yaxud da iPhone üzərindəndirsə, iPhone telefonlar, yəni mağazasına yönləndirəcək. Demək, əgər Google Play-də axtarış etmək istəyirsinizsə, Sweetcoin yazırsınız və belə bir proqram gəlir və bu proqramı endirirsiniz. Endirdikdən sonra icazə vardır. Bu icazələri, yəni burada göstərilən icazələri qəbul etməlisiniz. Çünki telefonun daxilində olan addımlama proqramı ilə, yəni funksiyası ilə daha doğrusu inteqrasiya olunur. Və inteqrasiya etdikdən sonra burada istər offline üzərindən, istər online üzərindən, yəni offline-da deyək ki, gedirsiniz harasa, yəni gəzirsiniz və gəzdikdə addımlama proqramı burada göstərilir. Və sonda evə getdikdə, Wi-Fi qoşulduqda nə qədər addımlama yığıbsınızsa, onu çevirəcək Sweetcoin tokeninə. Bu birinci etapdır. İkinci etapda isə digər funksiyası var. Bu da ikinci proqram funksiyasıdır. Burada yuxarıda yazılan rəqəm, amma sizdə ilk endirdiyinizdə burada 0 yazılacaq. Amma ki, bu hissəyə klikləyirik. Kliklədikdə burada Sweetcoin'lar göstərilir. Yəni ki, mən nə qədər yığıramsa o qədər. Yəni bunun üzərindən klikləyirik. Kliklədikdə ikinci proqrama, yəni ikinci proqram cüzdanına yönləndirir. Yönləndirdikdə bu hissə ikinci wallet adlandırılır. Bu hissədə artıq burada toplanan nə qədər Sweetcoin-də bunları KuCoin adlı birjaya göndərə bilərsiniz və yaxud da burada saxlaya bilərsiniz. Bu sizin şəxsi olan cüzdan gedir. Bu nə işə yarayır? Burada staking eləyə bilərsiniz. Yəni ki, 2 qat, 3 qat belə qazana bilərsiniz. Bunun üçün addımlama proqramında əgər səbriniz varsa, yatırımsız başlamaq istəyirsinizsə, yığa bilərsiniz. Yəni gec olacaq, amma yığa bilərsiniz. Ya da ki, yatırım eləyə bilərsiniz. Yatırım eləmək üçün də KuCoin birja vasitəsilə Sweetcoin alıb bura depozit eləyə bilərsiniz. Yəni depozitdə burada istərsəniz burada alın. Yəni buradan MunPay vasitəsilə alsanız biraz baha gələcək. Yəni komisyon olaraq çox baha olacaq. Amma ki, alternativ üsulda alsanız yəni bir miqdar irəli düşə biləcəksiniz. Burada hal-hazırda staking var və qazanc bölümü var. Sonra parlaq bölümü var. Bir də ki, səs vermə bölümü var. 3 bölüm vardır. Qazanc bölümündə burada qazanclar var. Burada təkliflər göstərir. Yəni ki, yarış mükafatları, sonra kripto marketi, bir də ki, fəsil yatırımcıları vardır. Yəni bir çox xəbərlər vardır. Burada deyir ki, bir Sweetcoin qazana bilərsiniz. Yəni buradan da qazana bilərsiniz. Bunu izah eləməyəcəm. Çünki bura klikləyəcəksiniz, baxacaqsınız və yaxud da nəsə edəcəksiniz. Ona görə çox uzada eləmirəm. Sadəcə 10 dəqiqəli olmasın deyə bunları qısaca izah edirəm. Bu birinci hissədir. İkinci hissədə Growth. Growth nədir? Growth burada
yəni yatırım bölməsidir. Yəni illik faiz dərəcəsi, yəni nə qədər Civic coin'unuz varsa və həmin tokeni invest edib müəyyən faiz üzrə yəni staking edə bilərsiniz. Bu da 2 qat qazanc deməkdir. Sonra hər dəfə update edin, yəni yeniləyin proqramı. Çünki yenilədikdə yeni təkliflər gəlir və o təkliflərin portfolio olmalıdır. Burada isə yığılan tokenlər, nə qədər miqdarda token yığıbsınızsa, bunu belə deyim, transfer edə bilərsiniz. Transfer etmək üçün də KuCoin birjası, onun da linkini aşağıda qeyd edəcəm, qeydiyyatdan keçərsiniz. Bura klikləyirsiniz. Bu hissəyə yönləndirir. Burada transfer var. Bura gəldikdə burada Near protokol üzərindən fəaliyyət göstərir. Bu token, yəni Near protokol bir blockchain'dir və o blockchain daxilində kontrakt üzərində olduğu sürəcdə burada Civic coin bir token olaraq fəaliyyət göstərir və burada adres, yəni istərsəniz username əsas olaraq başqa bir adresdir. Səhv eləmirəmsə Telegram Hot Wallet adlı bir funksiya vardı. O Telegramda çox yaygın idi. Orada cüzdan vardı. Yəni Telegramın adresi, yəni istifadəçi adresi nə gedirdisə, Hot Wallet ora qeyd edirdi və o hissəyə Civic coin tokeni göndərmək imkanı olurdu. Amma KuCoin'ə rahatlıqla göndərə bilərsiniz. KuCoin'də də bu mövcuddur. Bir də ki, staking bölümü var. Staking bölümü, bura gəlirəm. Burada Grow var. Bir də ki, Refill Your Years var. Yəni, məndə hal-hazırda mövcud olduğuna görə mən əgər Grow yerinə daxil olsam, burada 4 funksiya vardır. Yəni 3%-dən başlayaraq 20%-ə kimi təklif var. Buradakı, yəni illik qazancdır. 12 aylıq var, 12 aylıq var, 6 aylıq, 3 aylıq var, rüblik, yarım illik və illik. Məsələn, mən bura klikləsəm, hal-hazırda məndə olan məbləği göstərəcək. Yəni ki, bu bölünmüş olan balansdır. Yəni 700 nə qədər var idi? 769 Civic coin var. Ancaq burada göstərir ki, ümumi jar belə deyim, jar nömrə, yəni balansı bura əlavə edilmək olur. Və bu da illik olaraq 11,89 Civic coin qazandıracaq. Yəni belədir. Mən əgər bura continue eləsəm, burada deyəcək ki, buraya gəlməsiniz. Burada bir də komisyon servisi var. Yəni ki, bu faiz deyil. Bura klikləyib bunu ödeyə bilərsiniz və yaxud da reklama baxaraq 82% endirim etmək olur. Məsələn, mən reklama baxıram, ücrəti var, burada fee, komisyon. Burada komisyon ücrəti artıq 0,19'a enir. Yəni 0,2. Bunu belə swap edirəm, sweep deyirlər, nə deyirlər. Bunu sürüşdürürəm və biraz gözləyirəm və beləliklə illik yatırımım artıq mənə qazandıracaq. Bu da demək, back to jars bölümünə klikləyirəm.